Bıçaqla da gələnlər. Bunlar hamısı kör-kör, gör-gör, yəni gizlətmə. Sonra deyir ki, Şahinə necə aşağı açılmaqdır? Baxşı bunların hamısı 16 nəfər adam saymışam. Ehtimal verək də, fərziyyələr və ehtimallar heç birisi sayılmır. Şahmar bilirsiniz kim? Şahmar, Şahin Bayramının doğma ana bir, ata bir qardaşı. Düzdürmü? Cəmaatda yığıb gətirən. Fərdin də dostudur, əskər yoldaşıdır. Düzdürmü? Gör nə çıxıb gəlib deyir. Deyir ki, siz sual versiniz, nə qədər məsafə var idi? Deyir, bir 50-60 metr məsafə var idi, Fərdin vurulma yerinə. Şahmar deyir bunu. Bəs yaxşı, nətər oldu ki? Deyir, mən gördüm ki, orada vurdular. Mən qışqırdım ki, Fərdi vurdular. Çöndüm ki, Nuranı şeyi vurdu, qardaşımı. Ülfət müəllim də orada qayıtdı, dedi ki, nətər qardaşım onu vuranda, Nuranı yıxılanda, duranda, bunlar hamısı eyni zamanda mən 2 dənə yerdə ola bilmərəm. Mən o Amerika kinolarında çəkilmirəm ki, fantaziya ilə danışmaq lazımdır. Bu bir, ikinci məsələ. Bilgi də onu təsdiq edir. İkinci dəlil, 2 dənə dəlil bəs edir. Onu sübut deyirlər. Bir-birini təsdiq edir. Bilgi nə deyir? Vüqar. Vüqar kimdir? Şahin Bayramov dünyasında yaşayan kirvəsi, həmin Fəridin də dostu. O da qadir deyir ki, mənim kürəyim düz deyir ona. Arxam o tərəfə idi Fərid ki vuranda. Mən gördüm Şahmar qışqırdı ki, Fəridi vurdular. Siz sual verdiniz ona ki, Nurani hardaydı orada vuranda, Fərid vurulanda? Dedi, Şahinlə orada vuruşurdular. Dedi, Fərid oradaydı, dedi, yox, Fərid oradaydı, Fərid orada vurdular. Mən gördüm, Fəridi kim vurdu, dedi, görmədim, mənim kürəyim. Mən Nuranı gördüm, dedi, Nuranı gördüm, orada bıçaqlaşırdı Şahinlə. Bu, Bilginin dediği sözdür. Bunlar, mənim qohumum, məhluşam deyil, mənim üstümə gələnlər danışır, bunu. Şahidlərin şeyinə görə deyirəm, o şahidləri gətirmişdi. Ekspertizanın rəyidir, şahid. Ekspertizanın rəyi deyilmiş, yəni yaxşı yadım, bir hamısı yadıma düşür. Ekspertiza rəy verir, bax, qeyri-müəyyəni dedi, bıçaqları da dedi, düzdür. Balistik ekspertizadan niyə çıxartmadınız? 2 dənə adam ölübdür. Əl izlərini götürmədiniz, düzdür. Niyə qanımızdan, üzr istəyirəm, ağzımızın suyundan, saçımızdan, kütqalarımız sizdədir, kütqanın üstündə tük olur, liboy kütqan. Nə oldu? Buna da gücümüz çatmadı, götürməyə. Olmayan, bəlkə təzyiq ediliblər. Səbir ol.